Buradan özümü tuturam, saçım qısadır, mənə endirim elə deyən xanımlara. Bacardılar. Mən necə səliqəli işləyirəmsə, siz də o işin əziyyətini, dəyərini verməlisiniz. Bax görürsüz, saç necə qəliz saçdır. Dibi öz saçıdır. Burada görürsüz rəngləri, balyaj işlənib. Bax ağ olan yerləri var. Ağ olan yerlər yanacaq, yüksək temperatur bəyən kimi. Burada rıjlar var. Bu saçda ikinci, üçüncü dərəcəli yanıqlar var. Dibi də öz rəngi, öz saçıdır. Yəni bu saçı bir temperaturla keçmək olmur. Ütülərsək, hardakı rətində 2 dənə ütü ilə işləyirik. Bax görürsüz, fərqli temperaturlarla işləyirik. 410-dan dibləri açılır, öz ana baza, öz ana saçı. 300-dan ucları keçilir. Yəni normal saçda, mənim çəkim, yəni normal saçda zədəsiz, orta uzunluqdakı saçlara endirim eləmə şansımız var. Endirim eləyirik, gəlin yararlanın. Amma belə saçım qısadır, asfetleyen yağ saçla gəlib ucuza işlə deməyin. Normal saçı bitiririk 3 saata, bu tip balaca, nəzik eləmək. Asfetleyen yağ saçlar vallahi 7-8 saat bizim vaxtımızı alır. Buna görə də hamıdan xahiş edirəm, belə saçlara endirim istəməyin.